Sosial mediaya çox bağlanmaq insanı reallıqdan ayırır, müqayisə və təsdiq asılılığı yaradır. Qida asılılığı bədənə deyil, beyinə rahatlıq verir. Alış-veriş və status asılılığı isə özünü dəyərli hiss etməni xarici obyektlərə bağlayır. Bir insandan emosional asılılıq fərdiyyətin və daxili azadlığın itməsinə gətirib çıxarır. Adətçilik və asılılıq insanın müəyyən bir davranışa, duyğuya, maddəyə, şəxsə və ya vəziyyətə davamlı şəkildə ehtiyac duyması və bu ehtiyacın onun azad iradəsini zəiflətməsi halıdır. Amerikalı psixoloq Berres Frederick Skinner 1948-ci ildə göyərçinlər üzərində maraqlı bir təcrübə aparıb. Skinner fərq elədi ki, göyərçinlərə təsadüfi intervalla yem verəndə onlar yemin gəlməsini öz davranışları ilə şərtləndirirlər. Bir göyərçin başını sağa çevirdiyi anda yem gəlmişdisə, o baş çevirməni təkrarlamağa başlayır. Nəticədə göyərçinlər şərtləndirilmiş davranışları fanatik şəkildə davam etdirdilər. Bu insanın şans oyunları, rituallar və batil inanclar asılılığının heyvani modelidir. İtlər sosial heyvanlardılar və mükafat diqqət əlaqəsini çox tez öyrənirlər. Əgər sahibi itin bir davranışından sonra onu tumarlayırsa və ya yem verirsə, it bu davranışı pozitiv bir hisslə əlaqələndirir. Beləliklə bəzi itlər diqqət asıllığına düşürlər. Hətta cəza və ya qışqırıq formasında olsa belə diqqəti mükafat kimi qəbul edirlər. Uzun müddət tək qoyulan itlər öz quyruğunu dişləməyə, hürməyə və ya əşyaları dağıtmağa başlayırlar. Bu insanın emosional boşluqdan yaranan davranış asıllığının analoqudur. Asılılıqlar neyroassosiativ proseslərdir və bütün canlılarda eyni mexanizmlə yaranırlar. İnsan əvvəlcə bir vasitə ilə pozitiv bir təcrübə yaşayır, beyin bunu mükafat kimi qeyd edir və dopamin ifrazı artır. Sonra zehin həmin vasitədən təkrar istifadə etmək istəyir, çünki bu xoş və tanış hisslərlə assosiasiya olunub. Neyron əlaqələri o qədər güclənir ki, davranış avtomatik hala gəlir. Bir müddət sonra insan o davranışı etmək istəməsə də etməyə məcbur olur. NAT bu vəziyyəti avtomatik zehni dövrənin idarəni ələ alması kimi izah edir. Yəni, bir sıxıntı, bir obyektlə, maddə ilə və ya insanla pozitiv neyroassosiasiya qurur. Beləliklə, həmin obyekt beynin daxilində psixoloji balansı bərpa edən saxta dayağa çevrilir. Bu insanda daxili azadlıq itkisi, özünü idarə itkisi və həyatı ritmin dağılması ilə nəticələnir. Asılılıqlar qərar vermə qabiliyyətini zəiflədir, emosional stabilliyi pozur, sosial əlaqələri zədələyir, enerji balansını və motivasiya sistemini dağıdırlar. Asılılıqlar insanı eyni psixoloji dairədə saxlayır və dəyişimi bloklayırlar, çünki bütün zehni resurslar həmin davranışı təmin etməyə yönəlir. Carl Jung'un fikrincə asıllıq tanrı axtarışının yanlış formasıdır. 19-cu əsrdə Çin və Böyük Britaniya arasında baş verən tiryək müharibələri ən bariz tarixi nümunələrdən biridir. Bir millətin bütöv iqtisadi və mənəvi gücü asılılıqla zəiflədilmişdir. Texnologiya dövründə isə dopamin tələləri hər yerdədir. Like və notification mexanizmləri vasitəsilə zehinlər asıllıq səviyyəsinə çatdırılır. Freud hesab edirdi ki, asılılıqlar bastırılmış arzuların azadlıq formasıdır. NAT bu sistemi şüurlu idarə və yenidən strukturlaşdırma ilə dəyişdirməyi hədəfləyir. Yəni, insan xoş hissi eyni obyektlə deyil, daxili balans və məqsədlə assosiasiya etməyi öyrənir. Asıllıq səni bloklayan qıfıldırsa, NAT da açardı. 16 fevralda Şuuraltı Açarlar adlı NAT dəyişim kampaniyasına start veririk. Həm təlimdən, həm də bonuslardan faydalanmaq üçün indi mənə yaza bilərsən. Zehni azadlıq istəkləri boğmaq deyil, istəklərin səni idarə etməməsini təmin etməkdir. Fikirlərin çox maraqlıdır.